Alo. Qardaşım qusara təyinat alıb da. Hə. Xasımazda qəşən işlədim. Müdür dedi ki, get qusarı da abadlaşdır. Ya, bugün heç vaxtım yox da. Bir dəqiqə də vaxtım yoxdur. 10 dənə evə filtr quraşdırmalıyam. Qardaş canı mümkündür. Yaxşı, davay. Gücün çatmır, aç da bu qapını. Çatsa açardım da. Götür filtri. Valla. O qədər yemək yiyirsən, gücün çatsın da filtrə. Geç. Çəki belə qapını Kes gəlin. Salam aleyküm əmi. Aleykümselam. Filtri quraşdırmağa gəlmişik. Buyur, kes içeri. Mən deyirəm ki, bu qız evlənməlidir. Ayşe, istəmir də. Niyə məcbur edirsən? O vaxtı sən də istəmirdin. İstəməməklə deyib bəyə. Səbirli ol, mən danışaram. Evdə usta var. Qonaqdan ayıbdır. Bütün kəndə biyabır olmuşam. Qız evdə qalıb, atası onunla söz keçirə bilmir. Ustadan çəkinməliyəm. Əmi, çox sağ olun, işimiz qurtardı, xeyirli uğurlu olsun. Can sağlığı ilə işlədim. Sağ ol, var ol. Ay da buna takka maşından gəlir. Sən motoru düzəltdirməmişdin. Düzəltdirməmisən, pulu cibə qoymusan, hə? Yox, Allah and olsun, hə. Mən elə şey eləyərəm, mən o gün aparıb yanımda düzəltdirmədim. İndi burada saxlayıb baxarım, gör nə səsdir o. Yox, mənə deyir ki, düzəltdirmədim pulu. Utanmırsan da deyirəm sən. Hə. Bu nə səsdir hələ də gəlib maşından? Buradan gəlir, buradan. Oradan, nə səsdir bu? Ay xanım, siz kimsiz, nə işiniz var mənim maşınımda? Mən? Bunu da eləyəcəkdin, hə? Bu dəqiqə mamı yığıram ki, atam qız qaçırdı. Görün qız qaçırdı, mən qız qaçırmışam ama. Ay xanım, kimsiz siz? Mən indi sizin su filtri düzəltdiyiniz evdən qaçmışam. Başqa çarəm yox idi, sizin maşında gizləndim. Nə deyir hə bu? Ay xanım, nə danışırsınız siz? Ay xanım, qurbanım, siz kimsiz? Mənim maşınımda sizin nə işiniz var? Sizin adınız nədir? Siz hardan gəldiniz ora? Mənim adım Kukureya. Kukurella yazılır, Kukureya deyilir. Xanım, siz təsadüfən Chelsea-də oynamamısınız? Nə? Heç nəyi, danış görüm nədir, nə məsələdir, məndən nə istəyirsən? Məni məcburi ərə verirlər. İllərdir bunun davası gedir evdə. Mənə deyirlər ki, ya evlənəcəksən, ya da öldürəcək səni. Öldürəcək nədir? Ay xanım, qurbanım, sən indi məni sizin yanınızda görsələr, məni də öldürəcəklər, dürəqə zibilbi məndən uzaq elə sən Allah. Sən sənə mənim bacımı qaçırdan işin ürəkli oğlan. Qardaş, qurbanım, nə qaçsızmaq? Mən gələn həmən maşında bagajda. Nə ağıl danışırsan? Qızımı qaçırdımısan, adına söz çıxardımısan, almalısan. Ağsaqqal, nə danışırsan sən? Bu kişi evlidir, 2 dənə də uşağı var. Dərəbəyli idi bə, hə? Düz deyirdi ağsaqqal. Damasın qızın qaçırdıb adına söz çıxardımsan. Evlənməlisən. Pıs sənə, hə. Sən də elə bil ürəyindən də bu toyun olmadı. Hər adama qismət olmur, atasının toyunu görmək. Deyirəm sən ölsən, bu günə qədər nə qədər iş olmuşdu, hamısını çinəmsin. Bu, hamısını çıxamsın. Yox, gedək qapını aç. Sevilir.
Ay xanım, sən Allah məni niyə ziblə salırsan? Niyə demirsən ki, mənim bu oğlan qaçılmır? Mən evliyəm, mənim 2 dənə uşağım var. Ay kişi, elə danışırsan ki, elə bil ki, çox maraqlıydım sənə ərə gəlməyə. Mən evlənmək istəsəydim, sənə ərə gələrdim. Sən Allah düş maşından, hər evlənməmişindən əsəblərimlə oynayır bu mənim. Saxla, saxla. Siz evlənə bilməzsiniz. Niyə? Bacı qardaşdılar. Nə gizlidərsən, nə bacı qardaş? Şeydir, müsəlman deyil, bunun sünnəti yoxdur. Sən nə problemdir? İki toyub bir yerdə eləyərik. Hə, verin bax.